Bircə dəqiqə bunları az düzəldim. Bu yaxşı. Dostlar, hamıya salamlar. Sada salam. Bir balaca kritik məsələ var. Təəssüf olsun ki, məndə də saflaşdırı var. Bir balaca ziyanımızadır Lessiyə qarşı. Bu adamın nətər başa-baş gedəcək o maraqlıdır mənə. Kaş saflaşdırılmazdım. Işınlanman oldu, o model etsən deyəsən bura, ha? Yəni vursun. Auto skill atmağın axırı budur. Bu adam görünməz olur, avtomatik skilllə gedir orada. Gəlmək yaxşı oldu ama. Biraz dayana bilərik burada. Ne kadar gerideyim, bir dəqiqə ona baxın. Mən bu oyun hansı build'e çıxım onu bilmirəm. Kritik build'dən davam eləyim, təməl saldırı build'imə çıxım. Mən üzrə ziyanıma da elə bir ki, yoxsa mənə elə gəlir. Toxundurduq, hətta öldürdük deyəsən dəyin görək. Yoxsa yox. Məni görürsən Leblodan, həsən. Dostum, gəl bu tərəfə. Kaja, gel bura. Kaja. Ay Kaja. Girməmişdən əvvəl nəyim yazmışdı. Neçə oyun epiklərlə oynamışam, uzmuşam zaten. Ay qardaşım. Epik kimi davranırsan, Ebrat, problem oradadır. Yaxşı da sən niyə gəldin be yaxşı? Hər şeyi başa düşdüm, sən niyə gəldin bura? Minişlərdə Rum dönəmi? Gözəl adamların çox bomba komandaları var bu arada. Bir dənə müsbət cəhət var, X-Borg'umuz var. Hansı ki X-Borg'a fokus atmaqlar o qədər asan olmayacaq onlar üçün. Ormanda. Rəqibdə Fredrin, Ruby, Minişlər zat konkret kritik heroları var. Vallahi dəyməz. Bir dənə məndən ötürü orada o qədər gözləməyə dəyməz. Yəni mən belə özümü o qədər dəyərli görmürəm. Desin təməl saldırı sürəti verən o build'i sıxacam mən görək. Ayrıca da yəqin ki, heç sevmirəm sözümüzü. Məncə kritik oynanmalıdır bu hero. Amma hər ehtimala qarşı bir krug yoxlayaq da almışıq. Normalda XP ya da şey verməliydi mənə. Ya XP ya da orman verilməliydi. Çünki 3 dənəsini seçmişdim. Yoxsa 4 dənə mi? Mid, ADK, XP, orman. Belə seçəndə həmişə tək bir lane'i verir mənə. O ne tar oldu elə? Niyə mən ultim tutmadı o adama? Maraqlıdır. Bu da maraqlıdır. Bir yetim balası kimi qalmağa davam edəcək. Qardaşım, mən salın girəndana da. Da bezdim valla. Ancaq öləndən sonra gəldim ama. Hamısı ölüb daha önce gəldiniz gəlmədiniz, vallahi mənası yoxdur onun. Bu bir, ikincisi ki heç birinizə kömək yazda gələsi də öləm. Özümə kömək lazımdır. Bir dənə Lessiyə gəl ulti atsa öldürəcəkdir məni. Can yeniləyə bilərəm buradan. Hə, yenilədim. Gördünüz nə bomba can yeniləyir, hə. Geri çəkir orada, heç nə yoxdur qaqa. Gələsi də öləm, heç nə yoxdur. Üstümdə heç nəyim yoxdursa, deməli o fightda mən də yoxam. Bir balaca səbirli olaq. Lessiyə saldır öldürək. Fərq yoxdur, kimə saldırsan saldır oyna. Tut onu. Kimsə tut, nəsə eləyək. Mən bizə inanırım. Ən tutulmayası adamı tut deyil. Koca həqiqətən insan başa düşürəm bura. Niyə lose streak'im var, indi azdan çoxdan dərk eləməyə başlayıram mən.
Mən nə qaracam nə Leslie'nin qabağında leyində. Adam salıram da fərqi yoxdur. 3 killim var, yenə də farmda qabaqda da öləm bununla. Ən yaxşısı lane mərhələsini dağıtmaqdır. Belə baxırım. Oynayacaq burada. Oynayan oxşamırıq, çıxıram ona görə. Yavaş yavaş. Sakit və səlis bir şəkildə. Ondan da qol ola bilmədik. Super. Gedəsiz öləm ora. Çünki farmım yoxdur ümumiyyətlə. Lesey farmda mənim qabağıma keçir. Bunun da basic səbəbi farm ata bilməkdir. Yaxşı, nə olub və? Əgədə nə olub və? Ulti atarsam mı? Ultisi yoxdur Zetiyanın. Ultisi olsa bəlkə ulti ilə tuzdurup Leslie'yi bir kuruk öldürmək olardı. Pusu bilmirəm də görək. Lan ne kadar indi. Orada elə gözləyirəm, gözləməyimin səbəbləri var, yəni bodoslama girə bilmərəm axı. Rahat girib oynaya bilmərəm orada. Yəni məndən heç şey çıxmaz ümumiyyətlə orada. Maksimum ölərəm. Bizdən itemləri az tamamlayabilsəm, düzələcək tanısı. Böyle pis çıkmasın, girsem de öldüremeyeceğim ben bunu. Ay ulti niye tutuzduramıram ben? Düz geldiği taraf ulti attım axonum ben. Senin vurduğun hasara tüpürüme, senin vurduğun hasara tüpürüme. Düzələcək, işin düzələcək. Mən də yalandan ürək dirək verirəm ki, düzələcəksə. Əgər boş beykara ümid verirəm ki, düzələcək. Heç nələ düzələsi deyil. Ne kadar vuram? Zırt. Dedim lan hemen bu dible dönmüşe kritik çıkmalıydım. Ben bu hero'ya kritik çıkmalıydım. Başka iş ne valla. Konkret şekilde kritik çıkmalıydım ben. Böyle sefeledim. Kardeşimsiz ama bir tane midası sıkıram. Bir tane oradan geri çəkil lordu bırak. Ben bir tane burada bir suikast planı hazırlayayım özümüz. Tamam oğlu yaxşı. İçimdə qaldı bildim yaxşı. Başaramadık.
Abi 3 nefer burada hiç olmayan alın. Neyse bir şeyler çıksın yukarıda. O da mı çıkmadı ya? Ne kadar farm var ki bizde? Çoxdur. Həssiz dərəcədə çoxdur. Hamısı orada gözləyir. Lord var yuxarı dedim bəlkə Lorda gedərlər də. Lorda da getmədilər. Red buff'ın yanında 300 də məni gözləyirmiş. Biraz çıxaq görək nə vara bildik. Kaja'ya da yazdım. Shut up yazanda gelirmiş ya. Mənə bilir shut up yazanda mesaj geçmir. Onu avtomatik silir mesajı. Ona göre shut yazanda onu yazmıram. Həmişə. Mən həyatı boyu tutusuzlanmayacağım da böyle. Həyatı boyu baxıram ki alınmayacaq məndə bu. Her şeyimi verdim kardeşim. Saflaştırma kimi her şeyimi verdim. Nədir olmayıbdı. Eşşəksən, gözəl. Ama belə. Ne kadar ki belliyəcək, o kadar da oyundayıq. Bunu da verirsən, pisiyor. Ben bununla da öz dirilişimi tamamlamış oluram. Buradan red buff'ımı alıram. Buradan bu sıfırdan bir dənə az əvvəllədiyi həmlərin əvəzini çıxıram. Vur midasım var vur. Davamı gelir mi? Kaş gelərdi. Miştar tank build eləmi? Yox, qəribə bir build çıxıbdı. Sözün də xəbər yoxdur nə build o elə. Girsəm, biraz sağ sol eləyib listeyi kəssəm. Nə sanlarımı görəsən? Yoxsa listeyi mi məni kəsər? Daha rüzgar zad yoxdur ki, yox da ki. Hasar da o kadar çok vurmaz, umutsuzluğu yoktu. Maksimum 3 Q'sunu alarım onun yəqin ki. 3 Q demeyeyim 2 Q. Arada bir pasif W damage zadı yiyeceğim yüksek ihtimal. Demesel için bu. Ay senin vurduğun hasarın içine tüpürüm mənə. Ama sözümü nerede çıktım? 2 Q yedim deyəsən, yok. Bir normal pasif vuruş, bir Q. İkinci Q'ya öləcəydim qüvvətli ehtimal. Ya da Midas 1 gram canımı bırakır, o normal təməl salır ya da nə bilim multi ilə açdığı kombozlar. En azından oranı düz görmüş. Eğer oturaq düzün danışıq. Ora kimi düz görmüşüksə problem yoxdur. Ay dişinize sıxın oyun bizdədir, rahat. Rahat oyun bizdədir. Bu dəqiqədə oturub yanımda. Söhbətləşir bu dəqiqə məndən. Getdi misal üçün. Bu da getdi deyəsən, yoxsa... Bu da getdi, bəli, gözəl. Bomba kimi. Pramoyla orada refleksi verdik. Pramoyla orada refleks... Ay. Qaqa, mən qorxuram axı. Qurbanım, gəlin bəri orada. Qardaşlar. Qorxu basır məni, gəlin orada. Siz alın söhbəti getdi, qutardı o söhbət. O söhbət yoxdur ortada. Deyir rəqib girdi orada.
Çok güzel oynadık axı. Qızıl kim oynadık orada. Bu build'i sevmeye başladım ha bu arada. Onu da ekstra bir informasiya kim var alığa bir yere bırakın ben. Bu build yavaş yavaş hoşuma gelmeye başladı. Ama yine late game build'di də bir balaca. Fikir verdiniz full performansını Hero'nun şeydə gördük. Birazdan burada qus kəsəndə görəcəyik, səbirli olaq bir balaca. Hardan gələrsən ha? Deməli görə bilmədik bu qədər. Deməli görə bilmirmiş. Bilmirikmişik. Deməli. Ekaca tüpürüm sənin fani zamanına. Elə bir qabaqdayıq. 2-3 dəqiqədən bir dəqiqə neymiş? Saniyədən bir adam tutmağın lazımdır bizə. Fani zamanı da almısan qoyumsan sonra dəqiqə 1-dən 2-dən etibarən olsa düşmüşük dala da. Fani zaman nə gəzir səndə? Nə gəzir fani zaman səndə? Nə var mı indi mən? Doğru rüzgarı çıxıb ona bax. Qəti şəkildə qınayıram mən bu hərəkəti. Onu kim kəsəcək indi? Doğru. Nasıl devam eləmək olardı ona? 25 pasifim də dolu. Öldü bu. Öldü. Kimler kaldı başka? Kusunan Fred. Midden gelin görək. Bakın midde farm var gelsinler. Çok boşa direşiriyoruz bu. Allah gelin midden bitirək oyunu gel. Gelin bari keser yamsın gelin. Görüş ver. Hansı deşeye girip görün birden onu. Fred de öldü. Prosu bizim yan yoktu. Yeni. Məndə niye orada Gusa vurmadı, getdi başka şeye vurdu Hero görəsən. Elə bil deyəsən Fred'in canı daha az yemiş diye döndü Fred'e vurmağa başladı. Hoşuma gelmedi. O vəziyyət hoşuma gelmedi mən. Bomba kimi çıxdıq geri. Geri. Ay mən listeyi dayandıramayacağım. Geri çıxın. Gəlib eləmədi buradan çox şükür. Yukarıdan gelir ha. Məncə orada fight'a girməməliydik. Prosto elədik bir səhv. Canımız sağ olsun. Əsl Leslie'yi öldürdük. Problem oradadır ki Lord buradan yeriyip orada gedene kadar Leslie de gelmiş olacaktı oraya. Kus orada gözlememiş. Sadı Muhammed. Devam. Kus geldi yan tarafa. Bu da öyle devam. Ay Allah, mən nə öldüm? Qurban olum, mən nə öldüm? Mən nə öldüm? Qaqa, mən nə öldüm? Hə bir yetim balası mənəm. Burada mən öldüm orada. Qaqa bitirin. Sən zana əlinizə sağlıq. Bitirin onu. Bitirin də.
Taşaşır boşa getdi. Beyjinizə dalma. Kule, ancaq kule, ancaq kule. Bitir, bitir. Kardeşim sen bitir, ne olar? Qurban olum kuleye vur. Kardeşim ol. Çox şükür. Ya bomba oyun oldu qəşəng. Əsr video keyfiyyətində oldu. Maraqlı oyun oldu. Geri düşdük. Bir tər qabağa keçdik. Səhvlərimiz yox idi deyənlərəm, amma çox deyildi yəqin ki. Çox olsa danmazdıq onsuz da. Bir tər özümüzə sıxdıq, dişimizə sıxdıq, bura kimi gətirdik. Oyunda qazandıq. Bu build'i də sevməyə başladım. Heronun bu build'ini. Hamınızın əlinə sağlıq. Bomba oynadınız. Çətin oyun idi. Çünki adamların pikləri çox çətindir yəni. Xüsusilə ormancı üçün çox çətin piklərdir bunlar. Fokus piklərlə bir dənə yəni Minştar, Desti, Rubizat, bir də Qussad yəni bu piklərin qabağında konkret gəlib obyektiv alanmazsan sən. Yəni Lord almaq istəsənsə bunlar ölməlidir ki Lord alasan ya da komandanda bir kitle kontrol tankı olmalıdır öncü bir şey ki bunları sıxışdırsın. Bunları öldürüb elə Lord alasan. Başqa cürə çətin məsələdir yəni biraz uzaq məsələdir o. Neyse belə maraqlı oyun oldu.